Herkese salam, kanalımıza xoş gəlmisiniz. Bu videoda mən sizinlə meyvələri əzilmədən, rəngi qaralmadan, şirəsi bal kimi süzülən çox gözəl ərik mürəbbəsinin hazırlamasını bölüşürəm. Əvvəlcə mən ərikləri tərtəmiz yuduqdan sonra bu cür qaşığın sapı ilə çəyirdəklərini çıxardıram. Çəyirdəklərini hamısını bu asan üsulla çıxardıqdan sonra üzərlərini bişəndə əzilməməsi üçün və içərisinə də şirə yaxşı keçməsi üçün çəngəllə bu cür keçirəm. Mürəbbəlik meyvə seçərkən çalışın yetişmiş bərk meyvələr olsun. Əgər yumşaq meyvələr seçsəniz, bu zaman mürəbbəniz əziləcək. Və şirəni hazırlamaq üçün mən şəkər tozunu əlavə edirəm. Məndə meyvə 5 kiloqram olduğu üçün 5 kiloqram da şəkər tozu əlavə etdim və 5 stəkan da su. Qoyuram qazın üzərinə az ateşdə. Bu cür qarışdıra-qarışdıra şirəni hazır edirəm. Şirə hazır olduqdan sonra meyvələri əlavə edirəm. Meyvələri şirənin içərisinə əlavə etdikdən sonra qaşıq yardımı ilə bu cür çalışıram ki, meyvələrin hamısı şirənin içərisinə yerləşsin. Və 10 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürüb soyuduram. Tam soyuyandan sonra yenidən ocağa yerləşdirib bu zaman sona qədər qaynadıram. Üzərinə yığılan köpükləri də yığıb götürmək lazımdır. Və mürəbbə bişməyə az qalmış, yarım limonun şirəsini də mürəbbənin üzərinə sıxıram. Meyvələrin rəngi gözəl qalması üçün və şəkər tozda xarlamaması üçün limon suyu və yaxud da limon duzu əlavə etmək vacibdir. Limon suyunu da əlavə etdikdən sonra 1-2 dəqiqə qaynadıb götürürəm. Artıq burada qazı söndürmüşəm. Üzərinə yığılan kəfi də təmiz yığıb götürürəm. Gördüyünüz kimi rəngi də çox gözəl alındı. Mürəbbəmiz hazırdır. Meyvələr də dəndəndir. Əzilmədən çox gözəl mürəbbə alınıb. Hazırlayan hər kəsə nuş olsun. Videom əgər xoşunuza gəldisə, kanalıma hələ abunə deyilsinizsə, abunə olub, videomu bəyənməyi, bildirişləri aktiv etməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.